Mən təqlid eləmirəm. Çox sadə sual, nə edirsən? Heç İslamda, dində sənin üçün bir sual çıxmır. Nəyə əsasən? Bax, bugün sənin üçün bir sual çıxdı, filan şey yeyim, yeməyim. Namazda çaşdım, filan şey eləyim, eləməyim. Kimsə deyə bilər ki, yox, mən aliməm. Sardan alimsən? Sən ustasan, həkimsən, doktorsan. Sən sürücüsən. Hər kəsin bir peşəsi var. Səndə dində sual yaranda nə edirsən? Bir, öz bildiyim ellər. Sənin dinimin adı İslam dinidir, öz bildiyim dindir. Öz bildiyim söhbəti yoxdur. Hər kəs öz bildiyin eləsə din olar, neçədən din olar? İki, mən alimin sözünə qulaq asıram. Sən təqlid edirsən ki, xəbərin yoxdur. İndi biz sənə deyirik ki, sən mollanın, axundun, sadə ruhaninin sözünə yox, ən savadlı, imamın öz kəlamında əleyhissalam buyurduğu, nəfsinlə mübarizə aparan, ən savadlı, ən sadə yaşayan, nəfsinə qul olmayan, dini qoruyan, Mövlasının sözünə qulaq asan, itaat edən bir alimin sözünə qulaq asmaq lazımdır.